Və tamaşaçılara nəzərə çatdıraq ki, bu çəki Olimpiya çəkisinə daxildir. Yəni burada Sənan finala çıxmanın Olimpiya oyunlarında lisenzya qazanmış olur. Bəli, Sənan Süleymanov təsnifatda Finlandiyalı rəqibini 5-1 hesabı ilə üstələdi. Növbəti mərhələdə Süleymanov Amerika Birləşmiş Ştatları təmsilçisini mübarizədən kənarlaşdırdı və 8-1 final mərhələsində o Moldovalı Aleksandr Gutunla məğlub etdi. 4-1 finalda isə Qazaxıstan təmsilçisi Demir Jadrayevi 5-1 hesabı ilə məğlub edərək yarım finala yüksəldi. Və onun rəqibi Ermənistan təmsilçisi Malxas Amoyan. Sənan Süleymanovun həm medal qazanmaq dünya çempionatında, həm də Olimpiya oyunlarına lisenziya qazanmaq yığma komandamızın aktivinə 77 kiloqram çəki dərəcəsində hər halda yarım finala yüksəlməklə bu şansları bir qədər də yüksəldib. 2021-ci ildə 77 kiloqram çəki dərəcəsində Osloda Sənan Süleymanov gümüş medal qazanıb. 2020-ci ildə Romada, İtaliyanın paytaxtında Avropa çempionatında qızıl medal, 2021 və 2022-ci illər müvafiq olaraq Varşava və Budapeştdə təşkil olunan Avropa çempionatlarında bürünc medal qazanır. İslam həmrəylik oyunlarının gümüş mükafatçısı və bu il Budapeştdə keçirilən Grand Prix yarışının qalibi Sənan Süleymanov. Onun rəqibi Malxas Amoyan 2021-ci ildə dünya çempion olub. Ötən il birinci mükafatçısı Belqradda keçirilən dünya birinciliyində və 2 dəfə də Avropa çempionu olub. Fərdi Dünya Kubokunda da gümüş medalçıdır. Görüş başlayır, güləşçimizə uğurlar. Yəni siz qeyd edəcəksiniz nəticələrə fikir verində görür ki, hər iki idmançı həqiqətən güclü idmançılardır və burada da yəqin ki, güclü rəqabət olacaq. İdmançımıza uğurlar arzulayırıq. İnanaq ki, qalib gələn tərəf biz olacaq. Bəli, əvvəlki nüfuzlu yarışlarda Sənan Süleymanov üçün zədə imkan vermirdi tam gücü ilə mübarizə aparmağa. Hətta Bakıdakı Dünya Kubokunda da zədəli çıxış edirdi. Buna baxmayaraq komandamıza çox vacib qələbələr qazandıra bilmişdir. Çox əzimkar, peşəkar bir idmançıdır Sənan Süleymanov. Hətta bəzi görüşlərə zədəli olaraq çıxsa da qalib gəlməyi bacarmışdı. İlk dəqiqə yekunlaşır. 77 kiloqram çəki dərəcəsində yarım final qarşılaşması. Sir xalçasında isə Ağjol Mahmudov və Qırğızistan və Kusaka Yaponiya təmsilçiləri qarşılaşır. İndi Süleymanova bir xal verilir və parterdə indi fənd işlətməlidir güləşçimiz. Bəli, bu şansdan Sənan maksimum istifadə etməlidir. Bu cür görüşlərdə bəli, belə imkanlar tez-tez düşmür. Hələ fənd işlətmək üçün. Aparır. Alınmadı. Son anda vəziyyətdən çıxa bildi rəqib. Demək olar ki, həmin anda işin 70%-ni görə bilmişdir Süleymanov. Yox, indi fəal mübarizəni davam etdirməlidir Sənan. Ruhdan düşmək olmaz. Sona qədər mübarizə aparmaq lazımdır.
Təbii ki, hissənin sonlarında hər iki güləşçi artıq fasiləni belə deyək gözləyirlər. Hakim düzdür, xəbərdarlıq edir hər iki güləşçiyə, hələ vaxtda var deyil, fəal güləşi davam etdirməlisiniz. Ümumiyyət hakimlərdə həmişə seminarlarda deyirlər ki, bu vəziyyətdə özləri də bilirlər ki, güləşsə güləşməsə, heç kim risk eləməyəcək. Ancaq sənin borcundur, versə borcundur ki, deməlisən. Aktiv güləşləri aktiv güləşə cəlb eləməlisən. Onlar aktiv güləşə... Bəli, son saniyəyə qədər bunu çağırmalısan. Etmək lazımdır, çağırmaq lazımdır güləşçiləri. Bəli, fasilə. İndi bayaq qeyd elədiyimiz vəziyyətdir. İndi sənə ikinci hissədə görüşü tam artırmalıdır ki, ona xəbərdar verməsin. Ona xəbərdar versə hesab olacaq, demək 1-1. Burada elə ola bilər ki, belə görüşlərdə o sonuncu xal prinsipi həlledici olur. Ona görə sən yüz istəyirəm, sənə görüşü artırmalıdır. Çalışıb ikinci xəbərdan rəqbə verdə bilsə, əla olardı. Clean the arms, please. Okay. Center rep. Bəli, bu mərhələdə təbii ki, görüşlər çox çətin, ağır olur. Ən güclülər müvafiq çəki dərəcələrində onların rəqabəti nəzərə alsaq ki, Olimpiya çəkisidir, 77 kilogram. Tamamilə düz gedirsən. Bəli, burada fənd işlətdir burada. Sən. Bravo, bravo Sənan. Artıq demək olar ki, vəziyyəti bir xeyli düzəltdi. Çox gözəl əks-fənd işlətdi. Belə güləşlə rəqib onun belinə girmişdi, üstünə gəlir, pasar eləmək istədi. Orada çox gözəl sinəzən atma fəndə işlətdi. Bəli, orada dayandı. Özü də çətin vəziyyətə düşə bilərdi, amma məharətlə əks fənd işlətdi. Malxa Samoyana və 4 xallıq bir fənd 5-0. Artıq bundan sonra İndi güləşi bu cür davam etmək lazım. Bu cür, bəli, bu cür fəal... Rəqibə şans vermək olmaz ki, o nəsə istifadə eləsin, nəsə sənə hücum eləsin. Özün hücum elə. Ən yaxşı müdafiə hücumdur. Və belə olan halda da rəqib səhvə yol verəcək, artıq kör təbii, özünü itirmiş şəkildə hücumlar səhvlər deməkdir. Hakimlərə götürüb o güləşdə xəbərdar vermək istəyirlər. Çünki həqiqi məndə o pasivdir. Bu cür davam eləsə ona ikinci xəbərdə ona verəcəklər. Artıq psixoloji üstünlük də tam olaraq güləşçimizdədir. Çox gərgin, həyəcanlı. Baxmayaq ki, hesab 5-0'dan amma da oradan da... Biz ondan sonra həyəcanlamışıq, inanırsınız. Bəli, çox ağır bir görüşdür. Biraz belini arxada saxlamalı ki, o fəndi icra eləmək istəyir, belə girmək fəndi icra eləmək istəyir. Artıq başqa yol da yoxdur, çünki Sənan özü də çox gözəl hiss elədi ki... Düz taktik var, düzdür, davam eləmək lazımdır. Ardıcıl ikinci dəfə belinə girməyə çalışdı və burada Sənan artıq hiss elədi. Rəqib hansı gücdə bu fəndə cəhd edir. Alınmırsa, o zaman Sənan daha üstün olur. İndi burada ehtiyatlı olmalıdır. Bəli, tamam ehtiyatlı olmalıdır. Ehtiyatlı olmalıdır. Yenə dediyim kimi özün hücum eləməlisən. Durub imkan verirsən, rəqib işləyir. Tamam son elə, dəqiqədir, necə son dəqiqədir. Davam elə axıra kimi. Bəlkə də karyerasının görüşüdür bu görüş. Bu ana qədər Sənan Süleymanov üçün. Mən inansın, məşqlərdən çox həyəcan keçirəm bu dəqiqə. 30 saniyə artıq görüşün belini qırmısan Sənan, döz. Rəqibin də belini qırdın, görüşün də. Bir səhvə belə yol vermədi güləşçimiz və bunu xüsusilə qeyd etməliyik. Son saniyələr. Son saniyələr. Bəli, artıq rəqib məğlubiyyətlə barışdı. Təslim oldu. Ağ bayraq qaldırdı Amoyan Süleymanov qarşısında. Əhsən sənə. Bravo. Bravo Sənan. Olimpiya lisenziyası gəldi.
və növbəti 3-cü çəkidə final gəlir. Klassiklərimiz möhtəşəm çıxış edir həqiqətən Belqradda. Bravo Sənan. Çox düzgün görüşü, taktiki cəhətdən çox düzgün qurdu görüşü. Fikir etmədim ki, ikinci hissədə əlbəttə başıma küləksə buna xəbər verir partiya tutacaqlar. Və onda bilmək olmaz ki, görüşün talihiniz olacaq. Başdan ki, necə görüşü öz üslubunda apardı. Halal olsun. Halal olsun. Və bir vəziyyət yaranmış, əsfətdə rəqibi tutdu. Ona da görüşün Çox gözəl işlətdi o fəndə həqiqətən, özünü itirmədi. Halbuki Ona da görüşün talihini həll elədi. əslində Amoyan da yaxşı girmişdi belinə, amma Sənan Süleymanov çox məharətlə əksfənd işlətdi. Bunun özü böyük bir işdir. Burada alınmamışdı. Əslində aparırdı rəqibini son anda. Burada da yaxşı cəhd çıxdı vəziyyətdən. Bəli, əksfəndə də düşə bilərdi Sənan. Keç babanın fənd göstərir. Bu isə möhtəşəm fənd, möhtəşəm əksfənd. Bu da bizim yığma komandanı gəzməkçi Kamran Məmmədov.